Şorba məhsulları mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün təhlükəlidir. Dietetika kafedrasının dosenti Anastasiya Lebedeva xəbərdarlıq etdi. Mütəxəssis izah etdi ki, mədə-bağırsaq xəstəlikləri olan xəstələr hər növ turşudan konservləşdirilmiş və marinad edilmiş xiyarlardan, pomidor, sarımsaq, balqabaq pürüsündən və leçodan çəkilməlidirlər. Üstəlik onun sözlərinə görə qastrit, pankreatit və mədə xorası, duodenit xəstəliyinin kəskinləşməsi dövründə bu tövsiyəyə əməl etmək xüsusi vacibdir. Bu dövrlərdə orqanların selikli qişasına mənfi təsir göstərən ədviyyatlı hissə verilmiş və qızardılmış qidalardan tamamilə çəkinmək lazımdır. Selikli qişa iltihabı, xoralar və eroziyalarda inkişaf edə və ya pisləşdirə bilər. Selikli qişanı daha da qıcıqlandıran alkoqol turşunun mənfi təsirini daha da artırır. O qeyd edib ki, sağlam insanlar həftədə 2-3 dəfədən çox olmayaraq turşu yeməlidirlər. Həmçinin gündə 1-2 ədəddən çox orta ölçülü tərəvəz yemək tövsiyə olunmur. Mütəxəssis xəbərdarlıq edib ki, bu qidalardakı yüksək duz miqdarı yüksək təzyiqə, şişməyə və ürək-damar sisteminə əlavə stresə səbəb ola bilər. Bundan əlavə, selikli qişaları qıcıqlandıran sirkə turşularının hazırlanmasında istifadə olunur.